Deputat Aqil Abbas Milli Məclisdəki çıxışında həmkarı Razı Nurullayevin toylarla bağlı fikirlərinə reaksiya verib. Narahatlıqları bölüşsə də bildirib ki, inzibati yollarla ifratçılığın qarşısını almaq mümkün olmayacaq. Mən toya gedirəm, amma musiqi başlayan kimi çıxıb bayırda otururam. Aqil Abbas prezidentin amnistiya təşəbbüsünü yüksək qiymətləndirib. Bildirib ki, minlərlə ailəni sevindirən qərar verilib. Deputat həbsdəki jurnalistlərə də amnistiyanın şamil olunmasını istəyib. Düzdür, günahları, cinayətləri var. Amma çox istərdim ki, amnistiya onlara da şamil olunsun. Bir daha cinayət törətməsinlər və ora qayıtmasınlar. Möhtərəm prezidentimizə isə təşəkkür edirəm. Möhtərəm prezidentin verdiyi amnistiya ilə bağlı. Həqiqətən insanlar, kadınlar, balalar, anaları, bacıları, görün nə qədər insan sevinəcək. Bu çox mühüm bir aktdır və millətin bugün yeni il qabağı sevincidir və çox arzulayıram ki, və bu jurnalistlərə də deyək ki, şamil olunsun. Bir çox jurnalistlər həbsdədirlər. Onlara da şamil olunsun. Düzdür, günahları var, cinayətləri var, amma cinayətləri bağışlamaq olar. Bir daha çıxan tutaqları təbrik edirəm, indi çıxacaqlar. Bir də ora qayıtmasınlar və cinayət törətməsinlər. Möhtərəm prezidentimizə də eşq olsun, ona da uzun ömür arzulayıram. Sağ olun, diqqətinizi verin.